Tovuzda kanaldan kişi meyidi tapılıb. Məlumata görə fakt rayonun Xatınlı kəndinin girişində qeydə alınıb. Belə ki, kənd ərazisindən axan su kanalından orta yaşlı kişi meyidi aşkarlanıb. Dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Araşdırma zamanı məlum olub ki, su kanalında meyiti aşkarlanan şəxs Tovuz şəhər sakini 40 yaşlı Arzu Müseyibovdur. Mərhumun ailə üzvlərinin sözlərinə görə Arzu Müseyibov əqli məhdudiyyətli olub və əvvəllər də bir neçə dəfə yaşadığı ərazidən uzaqlaşıbmış. Dünən saat 6 radələrindən sonra axtarış eləmişik, yox olub. Səhər məlumat öyrəndik ki, dedilər ki, polis şöbəsindən balinsiyaya gedin, gətirirlər oraya. Mərhumun meyiti müayinə olunmaq üçün məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin Tovuz rayon şöbəsinə təhvil verilib. Faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır. Fuad Nazimoğlu, Layiq Gələndərli, APA TV, Tovuz.